907-ci düzəlişin ləğvi məsələsinin aktuallaşması, gündəmə gəlməsi, xüsusilə də qərb ölkələri tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələri də yenidən aktuallaşdırırmı, gündəmə gətirirmi? Məsəl üçün, bilirik ki, Fransa tərəfindən də Azərbaycan əleyhinə qətnamələr qəbul edilib. Düzdür, bunun bir real, praktik nəticəsi olmasa da. Yəni, 907-ci düzəlişin ləğvi bir beynəlxalq presedent yarada bilərmi? Yarada bilər. Yarada bilər və mən buna havadan söyləmirəm. Yəni, bunu məntiq bunu diktə eləyir. Çünki Azərbaycana qarşı müəyyən sanksiyalar, xüsusilə Fransa kimi dövlətlərin sanksiyalar, eyni zamanda Avropa Parlamentinin müəyyən anti-Azərbaycan qətnamələr qəbul etdiyi reallığı nəzərə alsaq və həmin tərəflərin Birləşmiş Ştatlardan son dərəcə asılılığı reallığını da qeyd etsək, bu məntiqi görünür. Birləşmiş Ştatların 907-ci maddənin ləğv edəcəyi təqdirdə bu bir presedent yarada bilər və analoji addımı Azərbaycana münasibətdə oxşar mövqedə dayanan tərəflər də təkrarlaya bilər. Və bu söylədiyim fikirlər həm də ona əsasən söyləyirəm ki, bildirirəm ki, Cənab Prezidentin 5 yanvar tarixində yerli televiziya kanalları müsahibəsində çox maraqlı bir orada elementlərin birini səsləndirmək istəyirəm. Cənab Prezident qeyd elədi ki, artıq Azərbaycanla Birləşmiş Ştatların münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişafı və müvafiq xartiyanın hazırlanması gedişatında bəzi Avropa ölkələri bizimlə münasibətlərində artıq dəyişiklik etməyə başlayıblar. Yəni, onların ki, o əvvəlki radikal mövqeyi yumşalmağa başlayıb və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyirlər və yeri gəlmişdən qeyd edir ki, 10 Avropa İttifaqı dövləti ilə bizim strateji tərəfdaşlıq sənədi imzalamışıq və eyni zamanda 10 Avropa dövlətinə biz neft, qaz, daha doğrusu qaz satışını həyata keçiririk və bu illər 2026-cı daha 2 dövlətin, Avropa İttifaqı dövlətinin bu prosesə qoşulmağı gözlənilir.